Bugünkü xəstəmiz 56 yaşında qadın xəstəmizdir. Düyünlü ur səbəbilə əməliyyatını icra elədik. Əməliyyat öncəsi xəstəyə UZ eləmişdik. Multinodulyar quatr, yəni çox düyünlü ur diaqnozu qoyulmuşdu xəstədən. Ultrason sonrası biopsiya götürdük. Biopsiya nəticəsi Bethesda 4, yəni follikular neoplazi ehinə gəldi. Xəstənin əməliyyatını icra elədik. Xəstəyə total tiroidektomi icra elədik. Əməliyyat zamanı hər iki rekurrent sinirləri qorundu. Əməliyyat uğurla başa vuruldu. Qanamamız olmadı. İnşallah bundan sonra da xəstəmizə sağlıqlı həyat diləyirik.